Bu tapşırıqda cümlələrdəki boşluqlara den, oder, aber und, sondern əlavə olunmalıdır. Den çünki deməkdir, oder və yaxud aber, amma, und və sondern əksinə deməkdir. Früher war es in Frankreich noch nicht so teuer. Heute zahlt man für eine Tasse Kaffee in Stress-Tropez 3,48 Euro. Deməli, əvvəllər Fransa elə də bahalı deyildi. Bugün bir stəkan kofe üçün 3,48 avro ödənilir Tropezdə. Deməli, amma olacaq burada. Ammaya isə aber uyğun gəlir. Aber. Wir fahren diesen Sommer nach Spanien. Wir bleiben zu Hause. Biz bu yay İspanyaya gedəcəyik. Wir bleiben zu Hause. Biz evdə qalacağıq. Yəni ziddiyyət bildirilməlidir. Biz İspanyaya getmək əvəzinə evdə qalacağıq. Əksinə, daha doğrusu. Sondern wir bleiben zu Hause. Wir bleiben diesen Sommer zu Hause. Wir haben kein Geld für eine Reise. Biz bu yay evdə qalacağıq. Bizim səyahət üçün pulumuz yoxdur. Deməli, biz evdə qalacağıq çünki səbəbini bildirir digər cümlə. Pulumuz yoxdur. Çünki isə den idi. Daha sonra, unsere Nachbarn haben ein neues Auto gekauft. Bizim qonşumuz yeni avtomobil alıb. Sie fliegen im Sommer nach Japan. Onlar, daha doğrusu, o yayda Yaponiyaya uçacaq. Burada hər hansısa bir ziddiyyət yoxdur, səbəb bildirilmir. Sadəcə iki cümləni bir-birinə bağlamalıyıq. Bunun üçün unddan, yəni vədən istifadə edirik. Yeni avtomobil alıb və Yaponiyaya uçacaq bu yay. Ich fahre im Winter nicht in die Berge. Ich kann nicht ski fahren. Mən bu qışda dağlara getməyəcəm. Nicht var, inkarlıq bildirir. Ich kann nicht ski fahren. Mən xizək sürə bilmirəm. Dağlara getmirəm. Niyə? Çünki xizək sürə bilmirəm. Çünki nə idi? Den. Səbəb bildirir, yəni. Digər cümlə səbəb bildirirsə, den əlavə edirik. Wir wohnen dieses Jahr nicht im Hotel Siblik. Wir übernachten im